Mirzəyev Bəhruz Şakiroğlu Masal rayonundan gəlmişəm. Hal-hazırda Əlillərin Peşə və Reabilitasiya Mərkəzində təhsil alıram. Özüm hal-hazırda indi boçça oyunu ilə məşğulam. Məşqçimiz İlham müəllim. Oyunlarımı çox gözəl gedir, çox zövq alıram. Dostlarım da gözəl oynayırlar, çox bir-birimizə dəstək oluruq. İnşallah uğurlar bizlərə. Məşqləriniz necə gedir? Məşqiniz, yəni necə rahat öyrənə bilirsiniz? Bəli, çox rahat öyrənirəm, çox stimul verir mənə hər şey. Çox gözəl. Mən ləzzət edir şəxsən. İnşallah mən istəyirəm ki, bu oyunlar uğurlu olsun bizim üçün. Yəni ki, uğur gətirsin bizim üçün. Dostlarıma uğurlar arzulayıram. Kim güclüdür, o qalib olsun. Quliyeva Mətanət, Şəmkir rayonundan gəlmişəm. Boçça idman növü üçün dekabrın 18 yarışımızdır inşallah. Hələ ki məşqlərimiz gedir. Necə hazırlaşırsınız məşqlərə? Yəni qalib gələcəyinizə inanırsınız? Yəni necə? Məşqlər yaxşı, normal qaydasında gedir. Yəni ümid və inam olmasa məncə burada olmazdıq. İçimizdə ümid və istəyimiz var ki, burada məşqlərə belə həvəslə hazırlaşırıq. Mən Hüseynov Qafqaz Məhərrəmoğlu. Gəncşəhərində yaşayıram. Mən bura boçça üçün gəlmişəm. İdman növüdə inşallah 18-i yarışımız olacaq. İnşallah uğurlu yarış olacaq. Keçən il dekabrın 6-sı idi, səhv eləmirəmsə, yarış keçirdik. Məşqlərdə yaxşı keçir. Gündə İlham müəllimin və köməkçilər var. Onların köməyi ilə hər gün məşqdə oluruq. Çox səmərəli, belə yaxşı, həm vaxtımız səmərəli keçir, həm oyunu elə bir sevirik.